Ketan üzərinə ölümü belə gözəl köçürən hələ olmamışdı. İngilis rəssamı John Everett Miller Shakespeare'in Hamlet əsərindəki Ofeliyanı belə təsvir etmişdi. Atasının ölümündən sonra ağlı qaçmış Ofeliya, çiçək toplayan zaman çaya düşür. Xilası üçün heç nə etmir, mahnı oxuyaraq boğulur. Rəssam qızın boğulmasını deyil, ölümün necə yaxınlaşdığını göstərir. Topladığı çiçəklərin hər birinin öz mənası var. Lalə ölüm, bənövşə vəfalılıq, cigirtkan kədər və acıdır. Rəssamın modeli 19 yaşlı Elizabeth idi. Qız 11 saat su ilə dolu vannada qalmalı olurdu. Suyu aşağıdan yağ lampaları isidirdi. Lakin bir gün lampalar söndü. Elizabeth üşüməyə başladı. Öz işinə alidə olmuş rəssam bunu hiss etmədi. Qız xəstələndi. Onun xəstəxana xərclərini rəssam öz üzərinə götürdü. 10 ildən sonra ölü qız övladı doğan Elizabeth çox böyük miqdar opium qəbul edərək həyatına son qoydu.